أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم كل وليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك طوعا وتمدئه فيها طويلا برحمتك ya Erhamer Rahimin. Sizi və özümü ən dəyərli nemət olan təqvaya çağırıram. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qala Teala fil kitabil mubin. Bismillahirrahmanirrahim. Rabbena atina fid dunya haseneten ve fil ahireti hasena ve qina azaben nar. Mübarək Qur'an-ı Kərimdə ayə-i şərifdə buyurulur ki, ey Rəbbimiz, bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver. Cüməniz inşallah mübarək olsun. Bu cümə xütbəsi dünya hərislik, bunun barəsində xütbə olacaq, birinci xütbə. Ariflərdən biri deyir ki, ən gözəl dua bu duadır. Rabbena atina, ilahi pərverdigara, bizə həm dünyanın nemətlərini ver, pak, halal nemətlərini, həm də axirət nemətlərini ver. Dünya hərislik, əxlaqa zidd olan, insanın axirətini bərbad edən bir haldır. Çox zəhərli bir xüsusiyyətdir. İnsanın başına nə gəlirsə, dünya hərislikdən gəlir. İnsanın ilahi məqsədlərdən uzaqlaşdıran hal dünya pərəstlikdir. İslam dinində dünya pərəstlik insanın bu dünyanın maddi ləzzətlərinə ifrat dərəcədə bağlılığıdır. Quran və hədislərdə bu anlayış tez-tez tənqid olunur, dünya hərislik. Və məl həyatəd dünya illə la'ibun və ləhvun və daril axirə xayrun lilləzinə yəttəqun. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Quran-ı Kərim belə deyir. Dünya həyatı oyun oyuncaqdan başqa bir şey deyil. Müttəqilər üçün, təqvalılar üçün axirət yurdu daha xeyirlidir. Ən'am surəsi 32-ci ayə. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bütün günahlar bir otağa yığışıb, həmən otağın açarı dünya pərəstlikdir. Bu xüsusiyyətdə, məsəl üçün, digər məsumlardan hədislər var. Məsəl üçün, Peyğəmbərimiz buyurur ki, bütün günahlar bir otağa yığışıb, o günahın otağın açarı şərab içməkdir. Peyğəmbər belə buyurur. İmam Həsən Əskəri əleyhissalam buyurur ki, bütün günahlar bir otağa yığışıb, o otağın açarı yalan danışmaqdır. İmam Həsən Əskəri belə deyir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bütün günahlar bir otağa yığışıb, onun açarı dünya pərəstlikdir. Yəni, qapını açdın açarla, qapını ki, otağı ki girdin, bütün günahlar bir-bir gələcək. Bu, məsumların bu kəlamları biri-birinə ziddiyyətli deyil. Əslində, məsum bildirmək istəyir ki, bu günaha diqqət elə. Bu daha təhlükəlidir. Bütün günahlar təhlükəlidir. Amma bu günahlar daha təhlükəlidir. Şərab içmək daha təhlükəlidir. Yalan danışmaq daha təhlükəlidir. Dünyaya həris olmaq daha təhlükəlidir. Yəni, məsum bizə bunu bildirmək istəyir. Bir nəfər İmam Cəfər Sadiq əleyhissalamın huzuruna gəlir, buyurur ki, Yəbnər Rəsulallah, ey Peyğəmbər balası, niyə dünyanın arxasıca düşmək bu qədər qınanılır? Axı, bizə də bir qədər var dövlət lazımdır. İmam buyurur ki, dünya torpağa bənziyir. Biraz torpağın olsa, onda ək, becər, ondan xeyir götür. Amma çoxlu torpağı sən əldə edəsən, o bütün torpağı istəyərsən, yələnəsən, o torpaq səni udacaq, səni özü bastıracaq. Həzrəti Əli əleyhissalamın yanında bir nəfər dünyanı məzəmmət edir. Ah dünya, dünya başlayır. Əli əleyhissalam buyurur ki, dünyanı məzəmmət edənə deyir ki, məzəmmət edən dünya
doğruçuluq evidir, ey məzəmmət edən. Dünya doğruçuluq evidir, ondan doğru istifadə edən üçün. Sədaqətlə davrananlar üçün sədaqət evidir. İbadət edənlər üçün ibadət evidir. Yəni, bu dünya belə bir şeydir ki, məkandır ki, bundan yaxşı vəziyyətdə, yaxşı formalarda istifadə edəsən. Bu dünyanın vasitəsilə axirəti qazanasan. O ki, dünyanı qınanırsan, amma sən bundan yaxşı formada istifadə edəsən. Dünyada məqsəd hərislik olmaqdır. Dünya hərisliyi tamaq gərək olmasın. İmam Cəfər Sadiq əleyhissalamdan biri sorur ki, mən qazanıram, alın tərimlə qazanıram, ailəmi dolandırıram, fəqir kasıba da əl tuturam, mən dünya pərəstəmmi? İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, səndəki bu sifətlər ki, bu cür gözəl sifətlər var, bu ibadətdir, dünya pərəstlik deyir. Sən bu halda ibadət edirsən, əməli ibadət edirsən, həm ailəvi dolandırırsan, həm fəqir kasıba əl tutursan, xoş sənin halıva və bu halda sən dünyavı dəyişsən, ölsən, şəhidlər qismindəsən. Bu halda dünyavı dəyişsən. Yəni, insan səhərdən axşama kimi halal ruzi dalıca qaçarsa, gedərsə, bu dünya pərəstlikdir. Bu elə ibadətin özüdür, əməli ibadətdir. Və niyyəti də bu ola ki, mən qazanım, biraz da çox qazanım, nəticədə fəqir, kasıb, yetimə baxım, bu daha əfsəl ibadətdir. Həyata keçirdə bilməsən də belə, axirətdə niyyətin gözəl olduğuna görə, axirətdə sən bunun xeyrini görərsən. Nəticə nədir? Dünya sevgi yox, istifadə vasitəsidir. Əbədi deyil, keçicidir. Mal-mülk insanı yox, insan onu idarə etməlidir. Əks halda insan məhv olar. Yəni, dünya bu cürdür. Ariflərdən biri deyir ki, dünya bənzədilir bir dənizə, çoxlu su olan bir okeana. Okyanın da üstündə gəmi varsa, su nə qədər çox bol olarsa, gəmi rahat hərəkət edər. Gəmi sürətli, rahat hərəkət edər. Elə ki, o gəmi ki deşirsə, su gəminin içinə daxil olacaq, onda gəmi qərq olacaq. Bu dünya da belədir. Sən buna hərisliyinə getdikcə, bunun içinə girdikcə, yəni ki, var dövləti biraz da artırmaq, o niyyətdə olduqca axırda məhv olub gedərsən. Necə ki, Əmir-əl-Müminin Həzrəti Əli əleyhissalam buyurur ki, dünya sevgisi barama qurduna bənzər. Barama qurdu. İndi, məsəl üçün, tut ağacı, tut yarpaqlarının yetişən vaxtlarıdır. Barama qurdu, fəqət tut yarpağı yeyir, bax, yeyir, axırda belə olur ki, tor qurur, o tor qurur, hər tərəfdən tor qurur, istəyir ki, çıxsın, bir çıxa bilmir. Özünə bir qapı, yəni ki, qapı özü üçün düzəltmir ki, oradan çıxım gedə bilsin. Hər tərəfli qurur toru, nəticədə orada da ölür, həlak olur. Yəni, Əli əleyhissalam da buyurur ki, dünya hərisliyib barama qurdu misalındadır. Digər yerdə buyurur ki, Həzrəti Əli, dünya sevgisi təşnəli insanın, susuz insanın dəniz suyundan içməsi misalındadır. Dəniz suyu necədir? Duzludur. Təşnəli, susuz insan gedib dəniz suyundan içsə, onun susuzluğu biraz da artacaq. Nəticədə heç bir şey həlak olub gedəcək. Yəni, dünya məhəbbəti buna bənzədilir ki, çox xətərli bir sevgidir. Həzrəti Əli əleyhissalamın gözəl bir xütbəsi var. Bu dünya hərisliyi ilə bağlı çoxlu xütbələri var. Mən burada bir xütbəni inşallah xidmətdə çatdırım. Nəhcül Bəlağada da keçir. Deyir ki, ey insanlar, dünya malı məhvedici, vəba gətirən, doğranılmış quru ot misalındadır. Buna görə də bu otlaqdan uzaq olun. Baxın, necə bəlağətli bir xütbə söyləyir Əmir-əl-Müminin. Deyir ki, vəba xəstəliyinə bənzəyir dünya malı, dünya sevgisi. Vəba xəstəliyinə də ki, illər əvvəl, məsəl üçün, insanlar belə günahlar ediblər, vəba, taun, bu kimi xəstəliklər yaranıb. Bu xəstəliklər əsasən çirkablardan yaranan bir xəstəlikdir. Və bu xəstəliyin də bir vaxt vardı ki, Avropada daha çox yayılmışdı bu xəstəlik. Bu xəstəliyə qara ölüm deyirdilər. Qara ölüm. Necə ki, bugün məsəl üçün, narkotika indi ağ ölüm deyirlər. O zaxtı ona qara ölüm deyirlər vəba xəstəliyinə. Və çox təhlükəli bir xəstəlikdir. İnsanı sürətlə ölümə aparan bir xəstəlikdir. İnsan, üzr istəyirəm,
yəni ki, qaytarmaq və təzyiqin düşməsi, əzəllərin qıc olması və sürətlə ölüm halının baş verməsidir. Yəni, bir neçə gün ərzində sağlam insan sürətlə ölümə gedir. Vəba xəstəliyi belə bir xəstəlikdir, həm də yoluxucudur. Həzrəti Əli də buyurur ki, dünya hərislik vəba xəstəliyi kimidir. Yəni, insanı sürətlə ölümə, məhvə doğru aparır. Həmçində buyurur ki, bu ot ələfə bənzəyir. Malqara saxlayanlar bilir ki, quru ot, mikrobların çoxu quru otda olur. Və çox quru ot heyvana versən, heyvan, görsən, xəstəliklərə düşər olur, yox olub gedər. O da Əli əleyhissalam buyurur ki, bu çox xətərli bir oyundur ki, dünya həris olmayın. Quran-ı Kərimdə buyurur ki, İ'lamu ənəməl hayatud dünya la'ibun və lahvun və zinətu və təfəxurun beynəkum. Belə uzun bir ayədir. Hədid surəsinin 20-ci ayəsində buyurulur ki, bilin ki, dünya həyatı təkcə oyun və əyləncə, dəbdəbə, bir-birinizin yanında öyünmək, fəxr etmək və oğul uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra isə quruyur və sən onun saralıb solduğunu, sonra isə samana çevrildiyini görürsən. Yəni ki, müfəqqəti bir şeydir. Sonra Həzrəti Əli dünyanın belə bəd formasının olmasını qeyd edir. Deyir ki, onun az ruzi və xörəyi onun sərvətindən daha pakdır. İmam dünyanın eybini xatırlamaqla dünyadan necə istifadə etməyin yollarını da bəyan edir. Birincidir ki, insan dünyaya ürək bağlamamalıdır, etibar etməməlidir. İkinci buyurur ki, ehtiyac olduğu miqdarda dünya malından istifadə etməlidir. Ondan çox gərək dünya malından istifadə etməməlidir. Hafiz şair deyir ki, ey Hafiz, qəlbin şad olması tərki dünyalıqdan keçir. Elə düşünmə ki, dövlətlilərin güzaranı xoş keçir. Sonra Həzrəti Əli əleyhissalam dünya hərisliyin 4 və 5-ci eybini danışır ki, onda çoxlu sərvət toplayanın axirətdə kasıb və yoxsul olması hökmü edilib. Bir çox hallarda dünyaya bağlı olub var-dövlət toplayan adamlar daha çox xəsis və paxıl olurlar. Var-dövləti artdıqca daha da əlləri bərkiyir. Belələri var-dövləti olduğu halda xəsislik üzündən fəqir halında yaşayırlar. Tamahkar da həmişə fəqirdir. Digər tərəfdən də belə insanlarda hərislik və tamah gücü çox olur, həddən artıq çox olur. Dünya malının fəqirlərdən daha çox meyilli olurlar və bunların gecə-gündüzü olmur. Bir gün Bəhlul Danəndə Harun Ər-Rəşidin sarayına gəlir. Gəlir bir dənə dəmir pul götürür, verir Harun. Köhnə dəmir pul götürür, verir Haruna. Harun da əsəbləşir ki, bu nədir mənə verdin? Bəhlul da deyir ki, mən nəzir etmişdim ki, bu dəmir pulu ən yoxsul adama verərəm. Bağdadda ən yoxsul adama verərəm. Gördüm ki, Bağdadda səndən yoxsul adam yoxdur. Gecə-gündüz çalışırsan, yığırsan, amma ki, doymursan. Belə bir dənə Harun Rəşidə söz deyir. Yəni, tamahkar həmişə acdır, dünya malından doymur və yoxsul vəziyyətdə olur. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, gecə-gündüz fikrini dünyaya yönəldən adamın qarşısına Allah yoxsulluğu göndərər. İşini çətinləşdirər və dünya malından, qismətindən artığına çatmaz. Amma gecə-gündüz fikrini axirətə yönəldən şəxsin qəlbində Allah rahatlıq və ehtiyacsızlıq hissini qərar verər və işlərini səhmanda qoyar. Yəni, dünya hərislik insanı həmçinin ibadətdən də soyudar, Allahdan da uzaqlaşdırır. Peyğəmbər sahabələrindən biri vardı, Sabit ibn Qeys adında bir səhabə vardı, Sabit ibn Qeys. Çox kasıb, fəqir biri idi, imkansız biri idi. Həmişə namazlarda, ibadətlərdə, itaətlərdə, məsciddə iştirak edərdi. Bir gün gəldi Peyğəmbərə buyurur ki, istəyirəm
bu fəqirliyin daşını atım, mənə bir yol göstər. Peyğəmbər sükut edir, deyir ki, sənin belə bu halda olmağın daha yaxşıdır. Yəni ki, səbirli ol, Allah əcrivi, mükafatını daha çox verəcək axirətdə. Bu həmən Sabit ibn Qeys əl çəkmir Peyğəmbərdən və Peyğəmbər buna 2 dirhəm pul verir, borc kimi pul alır ondan. Gedir, yüngül bir iş qurur. Yavaş-yavaş Peyğəmbərin verdiyi pulda bərəkətdir. Və bunun var dövləti, bərəkət, alış-verişi, ticarəti sürətlə inkişaf edir. Bu bərəkətdən belə hasil olur ki, biraz özünə qoyun sürüsü alır, biraz çoxalır, qoyunlar artır, bərəkətdir də. Və bunun var dövləti biraz çoxaldıqca, alış-verişi, ticarəti çoxaldıqca məscidlə əlaqəsini kəsməyə başlayır. Əvvəl hər gün gəlirdi, indi həftədə 5 dəfə gəlir. Elə olur ki, həftədə 3 dəfə gəlir. Elə vaxt olur ki, cümədən cüməyə gəlir, dəvələr artıq dəvə alır, çoxalır var dövləti və nəhayətdə elə olur ki, cüməni də tərk edir. Ümumiyyətlə, məscidlə əlaqəsini qırır, başı qarışır bu dünya malına. Dövlət sahibi olur, imkanı da sürətlə artır. Həzrəti Peyğəmbər onu bir səhabəni göndərir, zəkat verir. Yəni, var dövlətinin zəkatını, heyvanlarının zəkatını ver. Deyir ki, bu qazanmışam, mənə aiddir, zəkat da xeyli edir də bu qoyun quzu. Yəni ki, yox deyir. Həzrəti Peyğəmbər ondan deyir ki, elə isə o 2 dirhəm ki, sənə vermişdim, məsəl üçün, borc kimi, o mənim borcumu qaytar. 2 dirhəm, bu qədər milyona var, 2 dirhəm nədir? Onun borcunu qaytarır. Borcu qaytarandan sonra yavaş-yavaş o var dövlətlər əldən gedir, heyvanlara xəstəliklər düçar olur, tələf olur, yenidən yoxsullaşır. Qur'an-ı Kərimdə bu belə bir ayə nazil olur. Və minhum mən ahadallahu lain və atana min fadlihi lanassaddiqanna və lanakunnanna minəs-salihin. Onlardan əgər Allah öz lütfündən bizə bəxş etsə, əlbəttə biz sədəqə və əməli salihlərdən olarıq. Biz sədəqə verərik və əməli salihlərdən olarıq deyə Allaha əhd edənlər də vardı. O deyirdi ki, mənim imkanım çoxalsın, sədəqə verərəm, ehsan verərəm, əməli salih iş görərəm. Allah da verdi. Bu ayə bu həmən şəxsin barəsində nazil olur. فَلَمَّ آتَاهُمْ مِنْ فَضْلِهِ بَخِيلُوا بِهِ وَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ. Deyir ki, Allah öz lütfündən onlara verdikdə, onlar xəsislik edərlər, sözündən dönərlər və üz döndərərlər. Yəni, Allah Teala görsən, imtihan dünyasıdır. Eləsini var fəqirliklə, eləsini var dövlətlə imtihan edir. Var dövlət verir ki, sən də fəqirə, kasıba, ehtiyacsıza əl tut. Amma bunun var dövləti çoxaldıqca əli də bərkir. Bu zaman bu ayənin hökmü onlara da aid olur ki, elə deyir ki, Allah öz lütfündən onlara verdikdə isə onlar xəsislik edərlər və üz döndərərlər. Belələrin də vay halına, Qur'an-ı Kərim vay halına deyir. Və ən gözəl misal da bu xüsusda dünya hərislik xüsusunda budur ki, dünya hərislik səbəb olar ki, insan imam qatili olar. Necə? Məsəl üçün, Kərbalada İmam Hüseynin qatili hansı günaha görə İmam Hüseyni qətl etdilər, şəhid etdilər? Dünya hərisliyə görə. Ömər Səd Səd ibn Vəqqasın oğludur. İmamı tanıyır, bilir ki, Peyğəmbər nəvəsidir, imam övladıdır və imamdır, bunu bilir. Buna deyirlər, gəl, get İmam Hüseyni qətl et, sərkərdəliyi sənə veririk, bunun əvəzində Rey şəhərinin mülkünü sənə veririk, Reyin valiliyini sənə veririk. Ömər Səd də deyir ki, mən bunu edə bilmərəm. İbn Ziyadə deyir, mən bunu edə bilmərəm, mən imam qatili ola bilmərəm, tanıyır imamdır. Deyir ki, bəs Rey mülkünü onda başqasına verərik. Tamah hissi güc gəlir, deyir, mənə bir gün möhlət ver, gedim fikirləşim. Ömər Səd gedir fikirləşməyə. Onun qohum əqrabası deyir ki, belə çirkin fikirdən, niyyətdən əl çək. Hətta bacısı oğlu Həmzə ibn Muğeyrə ona deyir ki, səni and verirəm, bu işdən əl çək. And olsun Allaha, əgər bütün dünyanın malını sənə versələr və sonra sənin əlindən bunu alsalar,
qiyamət günündə Allahın huzuruna əllərin Hüseynin qanına aludə olmuş halda gəlməyindən 1000 dəfə yaxşıdır. İmam qatili olma. Sonra bacısı oğlu der ki, ikinci gün gördüm ki, daha o öz fikrini qətiləşdirib və rey sevdasındadır. Gördüm ki, buna bir nəsiyyət təsir qoymayacaq. İmam Hüseyin də ona Kərbala Aşura günündən öncə başa salır ki, sən mənim qatilim olmağımla cəhənnəmi əldə edirsən. Gəl bu işdən əl çək. Mənim tərəfimə də keçmə. Çıx get ki, bu cəhənnəm sakini olmayasan. Bu da deyir ki, mən reyin sahibi olaram. İmam görür ki, buna bir faydası yoxdur və deyir ki, reyin buğdasını da sənə verməzlər. Elə də olur, imamı şəhid edəndən sonra bu gəlir ki, reyin valiliyini mənə vermişdiniz. Mən də getdim, imamı şəhid etdim. Dedilər, nə rey? Sözü demişdik. Ondan sonra Ömər Səd vurur başına, deyir, xəsirə dünya vəl axirə. Vay olsun mənə, dünyam da getdi, axirətim də getdi. Yəni, imam qatili oldu dünya hərisliyə, məhəbbətə görə. Allah Teala bizləri inşallah təqva, iman, ixlasımızı, mənəviyyatımızı zəngin etsin. Gələn günlərimiz xeyrən bəddəl olsun. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika vanhar inna şani'aka huval abtar. Mübarək Talaq surəsində ayə-i şərifdə Allah Teala buyurur ki, kim Allahdan qorxsa, təqvalı olsa, Allah onu hər sıxıntıdan çıxış yolu qərar verər. Hər sıxıntıdan bir çıxış yolu qərar verər. Yəni, hər kəs Allahdan qorxub günaha yox deyərsə, Allah deyir ki, mən ona çətinliklərdən, sıxıntıdan bir çıxış yolu qərar verərəm. Narahat olmasın. Sonra nə deyir? Və yərzuquhu min haysu la yahtəsib. Və ona gözləmədiyi yerdən ruzi verərəm. Hər kəs günaha yox desə, harama yox desə, ona gözləmədiyi yerdən ruzi verərəm. Bununla bitirmi? Xeyr, bitmir. Və sonda yenə də deyir ki, və mən yəttəqillaha yəcəllahu min əmrihi yusran. Kim Allahdan qorxsa, təqvalı olsa, Allah onun işini asanlaşdırar. Demək, əgər bir insan günaha, harama yox deyərsə, Allah Teala ona 3 dəyərli nemət verər. 3. Birinci budur. Hər sıxıntıdan bunu xilas edər, hər sıxıntıdan. İkinci budur. Ona gözləmədiyi yerdən ruzi verər, hesabsız ruzi verər. Və üçüncü də budur ki, onun işini asanlaşdırar. Bunu kim deyir? Allah. Bu vədi Allah verir. Yəni, Allah vəd edib veribsə, vədinə əsla, nauzubillah, xilaf çıxmaz. Bu da gözəl bir dəyərli nemətdir ki, insan gərək təqvalı ola, Allahdan qorxa, Allaha xatir günahlara yox deyə və ibadət əhli ola. Bu cür insanın duaları da qəbul olur. Bu cür insanların başqaları haqqında etdiyi dualar da qəbul olur. İbrahim Ədhəm adında bir şəxs vardı, çoxlarınız eşitmişsiniz, böyük ariflərdən olub, sufi alimlərindən, ariflərindən olub. Bəzi yerlərdə qeyd olunur ki, atası şahıdır, şahın oğluydu. Bəzi yerlərdə qeyd olunur ki, çox var dövlətli bir insanın oğluydu, var dövlət buna da qalmışdı. Müxtəlif bu formada kitablarda qeyd olunur. Bu var dövlətin əksəriyyətini görür ki, bu dünya malı keçicidir. Yəni ki, axirətə mənə aparmayacaq. Heç Peyğəmbər, Süleyman Peyğəmbər dünyanın şahı idi, mülk sahibi idi, amma özü ilə aparmadı. Buna görə bu dərk edir, Allahı tanıyır, Allahı tanıyandan sonra onun qisminə düşən o var dövləti xeyirli, salih yollarda xərcləyir, kimsəsizlərə ev tikir, xəstəxanalar tikir, məktəblər tikir, məscidlər inşa edir, tikir və bu cür var dövlətin hamısını xərcləyir, özü də kasıb bir geyim formasında, əlində də bir təsbih elə zikr edir, ibadət əhli olur. İbrahim Ədhəm. Belə olur ki, bir gündür, qış vaxtı idi,
soyuq vaxtı idi. Bir vilayətdə idim. Axşam çağıdır, gecələməyə bir yerim yoxdur, evim yoxdur. Girdim bir məscidə, gecə vaxtı idi, bu gecə namazını qıldım, ibadətimi etdim. Nəhayətdə məscidin işçisi, xoddamı, xidmətçisi dedi ki, bu məscidi bağlamalıyam. Yəni, sübh namazına qədər bağlanmalıdır, sübh namazına yaxın açılacaq. Və dedi ki, sən çıx buradan. Dedim ki, hava soyuqdur, yerim yoxdur. İcazə ver, burada biraz dincəliyim. Yəni ki, sübh namazını qılıb çıxıb gedərəm. İndi bir yerim, evim, yurdum yoxdur, hava da soyuqdur, qış havasıdır. Xoddam tərsliyinə düşdü, dedi, yox ki, yox, səni çıxardacaqam buradan. Deyir, o dedi, mən dedim, nəhayətdə tutdu mənim yaxamdan, o da məni tanımır. Və gördüm ki, həm də deyir ki, gördüm ki, mənim inşa etdiyim məsciddir. Mən pul vermişdim, bu məscidi tikmişdilər. Gördüm ki, bu həmən məsciddir, bu da tanımır, mən kiməm. Məni çıxdı sürüyə, məni hətta bir dənə vurdu belə, başımdan da vurdu, qovdu, atdı çölə. Heç də deyir, mən də bu soyuqda bir təhər yol açdım, getdim bu meşəliyin içinə, gördüm bir yerdə işıq yanır, belə parıltı var, bu od qalanıb nəsə. Getdim, yaxınlaşdım, gördüm ki, belə deyim də, bizim dildə deyək, bir nəfərdir, bir çörək yeri var, çörək sex kimi yeri var və təndir qoyub, yəni ki, çörək bişirmək məsələsi çörəkçidir. Gəldim, salam verdim, dedim, icazə olar ki, hava soyuqdur, biraz isinim burada. Bu da salamın cavabını verdi, sonra işarə elədi ki, hə, keç. Deyir, mən də keçdim, biraz isindim, başladım bununla danışmağa, kimsən, adın nədir, gördüm, heç danışmır. Elə başını aşağı salıb, xəmirini yoğurur, elə mənə baxır, işarə ilə başqa bir söz demir. Deyir, sübh namazı vaxtı oldu, sübh namazını qıldıq, bu şəxs də qıldı, mən də qıldım. Qılandan sonra dedi, ya salamun aleyküm, xoş gəlmirsən, ey Allahın qonağı, sən kimsən? Dedim, bəs gecədən burada sənin yanındayam, sənlə danışıram, mənlə kəlmə kəsmirsən. Nə üçün belə? Həmən o usta ki var, orada işləyən təndirçi deyir ki, mən burada növbə ilə işləyirik. Mən gecə növbəsində işləyirəm və mənə təhkim olunub ki, mən burada işləyim, iş əsnasında da kim nəysə danışmıram. Çünki mənə pul verilir, para verilir ki, mən burada işləyim. İş əsnasında danışsam, həmən ağanın demək, verdiyi vədə xilaf ola bilərəm. Yəni ki, ona birdən vaxtımı sərf edərəm, amma iş əsnası işim qalacaq. Bu cür incəliyə fikir verir. Ona görə ki, fikrim budur ki, işdir. İş vaxtından sonra danışaram, sair və ilaxır, yemək yiyərəm və çay içərəm. Deyir ki, sən nə gözəl bir insansan, bu qədər incəliyə, ibadətə, itaətə diqqət edirsən, xoş sənin halına. İbrahim Ədhəm buna deyir. Bu da tanımır, bu İbrahim Ədhəmdir. Sonra deyir ki, İbrahim Ədhəm deyir ki, sən bu cür təqvalı, ibadət sahibisən, sən hər nə dua etsən, Allah qəbul edər. Xoş sənin halı var. Deyir, Allahdan nə istəmişəm, Allah qəbul edib. Hər nə istəmişəm, Allah qəbul edib. Daimdə istiğfar zikri, əstəğfirullaha, Rabbi və ətubu ilə. Deyir, dilindən bu düşmürdü, həm də təqvalı idi. Deyir, amma bir duamı Allah qəbul etməyib. Deyir, nə duadır qəbul etməyib? Deyir, İbrahim Ədhəmi tanıyırsan? Özünə deyir. Deyir ki, İbrahim Ədhəm deyir ki, bəli, eşitmişəm. Deyir, Allahdan istəmişəm, o həmən İbrahim Ədhəmlə görüşüm. Deyir, o duam qəbul olmayıb. İbrahim Ədhəm başlayır ağlamağa. Deyir ki, Allah Taala səni sənin ayağına gətirib. Başına vura-vura, məsciddə onu başına vura-vura gətizdirib sənin ayağına. Sənin duan qəbul olub. İbrahim Ədhəm mən özüməm. Yəni ki, bu cür təqvalı insanların duası da məqbul olur. İstiğfar edən, əstəğfirullaha, Rabbi və ətubu ilə tövbə edib Allaha ixlas ilə qayıdan şəxslərin duaları qəbul olur. Allah Taala o cür elə bir şeylər var ki, sənin əlin çatmır, onu gətirir, sənin ayağına gətirir. Yəni, Allah Taala belə lütf, kərəm, hikmət sahibidir. Nəticədə bizdən nə istəyir? Təqvalı olaq, istiğfar əhli olaq. Allah Taala inşallah təqva imanımızı zəngin qərar versin. Gələn günlərimiz xeyrə mübəddəl olsun. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venher. İnne şani'eke huvel abtar. Sadaqallahul aliyyul azim.